Hal-hazırda rekordum olur. Tamam. Mən sadəcə ekran paylaşım sizlərlə. Deməli, burada üçüncü ekran. Uşaqlar, ekran görürsünüz. Bəli. Mhm. Deməli, belə uşaqlar, bir daha hər birinizi salamlayıram. Bu gün artıq dövlət qulluğu haqqında qanunun əsas müddəalarının təhlilinə baxırıq. Yəni müəyyən qədər bölmüşəm. Hamısını birdən keçə bilmərəm əlbəttə ki. Bax belə. Uşaqlar, ilk olaraq dövlət qulluğundan mən kateqoriyaları, təsnifatları sizlərlə keçdim, bitirdim. Əsas da demək olar hər bir imtahanda onlardan sual düşür. Amma bu gün isə artıq qanunun digər maddələrinə baxırıq. Elə ilk olaraq bir şeyi nəzərinizə çatdırım ki, ilk olaraq bu günləri anlayışlarına baxacağıq dövlət qulluğunun və digər məsələlərə baxacağıq. Gördüyünüz kimi ekranda da burada prezentasiya üzərindən sizə izahını verəcəm. Baxın, bir də bir şey deyim uşaqlar. Hansı ki hissələri mən deməsəm, əgər onlar da yadımdan çıxa bilər. Deməsəm mənə deyərsiniz, o hissələrə də baxarıq. İlk olaraq uşaqlar, dövlət qulluğunda bizdə başda giriş hissəsində nə deyir? Deyir ki, Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 19-cu bəndinə uyğun olaraq bu qəbul edilib və nələri müəyyən edir? Baxın, hüquqi əsaslarını dövlət qulluğunun, təşkilati əsaslarını və bir də maliyyə iqtisadi əsaslarını. İndi gəlin baxaq görək, Konstitusiyamızda 94-cü maddə dedikdə nəyi nəzərdə tutur? Burada bilirsiniz, dövlət qulluğu Konstitusiyada Milli Məclisin ümumi qaydası var. Milli Məclisin qəbul etdiyi ümumi qayda. Bunun da biri dövlət qulluğu idi. Yəni nə demək istəyir? Dövlət qulluğuna qəbul necə olacaq? Bu proses necə aparılır? Ümumi maddələri belə deyək. Bu Milli Məclis qəbul eləyir də qanunları bilirsiniz. Milli Məclisin aktlarıdır. Bu da onu deyir. Konstitusiyanın 94-cü maddəsi. Və hüquqi əsasları biz baxacağıq. Sizin vəzifələriniz nədir? Və yaxud da sizin belə deyək məhdudiyyətləriniz nədir və s. Təşkilati əsaslarına, strukturuna da baxacağıq. Məsəl üçün burada şöbələrdir, şöbənin yaradılması üçün nə qədər ştat vahidi lazımdır, sektor. Yəni bu kimi məsələlər. Bir də var maliyyə, iqtisadi əsaslar. Bilirsiniz, dövlət qulluqçusunun məvacibidir, ona əlavə haqqın müəyyən olunmasıdır, yerli əmsaldır və s. Yəni bu kimi məsələləri də burada baxacağıq. Bax, 3 dənə məsələni müəyyən edir. Hüquqi əsasları, yəni norma və qaydaları, təşkilati əsaslar, maliyyə, iqtisadi əsaslar. İndi isə birinci fəsil ümumi müddəalara baxaq. Burada da var təməl konspektlərə baxırıq ilk olaraq. Gəlin görək dövlət qulluğu nədir? Bir çoxlarınıza deyim ki, ümumiyyətlə hamınıza deyirəm ki, uşaqlar müsahibədə dövlət qulluğunun nə olduğunu soruşurlar. Dövlət qulluğu dövlətin məqsəd və funksiyalarının Konstitusiya və digər normativ hüquqi aktlara uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət. Yəni bunu necə deyək? Sadə dildə söhbət bundan gedir ki, məsələn, hər hansısa bir dövlət orqanı götürürük, Maliyyə Nazirliyi. Bu Maliyyə Nazirliyinin məqsədi nədir? Dövlətin maliyyə sahəsində funksiyasını həyata keçirmək. Yəni siz orada bir vəzifə tutursunuzsa, bu da ondur ki, o funksiyaların həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət. Yəni sizin vəzifəniz varsa, siz artıq dövlət qulluğundasınız. Yəni hansısa bir dövlət orqanında inzibati və yardımçı vəzifə tutursunuzsa. Sonra keçək digərinə. Bir də dövlət qulluğunun xüsusi növü var. 1.1.2-də. Bu nədir? Xüsusi hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu. Yəni bura aiddir Fövqəladə Hallar Nazirliyi, məsəl üçün deyirəm, bundan sonra Ədliyyə Nazirliyi. Bildiyiniz belə sadə dildə desək, hansında ki hərbi rütbələr var, ondan söhbət gedir. Məsələn, mən hal-hazırda Fövqəladə Hallar Nazirliyində işləyirəm. Bizdə dövlət qulluğunun xüsusi növüdür uşaqlar. Bir də var adi dövlət qulluğu. Yəni bura isə aiddir Maliyyə Nazirliyi, Sosial Müdafiə Nazirliyi və s. və yaxud məhkəmələr. Sonra dövlət qulluqçusu kimdir bəs? Uşaqlar, dövlət qulluqçusunda qeyd olunur ki, qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan. Yəni bunlar hansılardır? Söhbət burada gedir ki, dövlət məvacibi bu ya olur Azərbaycan Respublikasının dövlət büdcəsi, ya Naxçıvanın büdcəsi, ya da qanunla müəyyən edilən hallarda büdcədən kənar vəsaitlər hesabına maliyyələşir. Yəni bunlardan dövlət məvacibi alan, qanunla müəyyən edilmiş qaydada inzibati və yardımçı dövlət qulluğu vəzifəsini tutan. Uşaqlar, diqqətli olun, yardımçı vəzifəni tutan şəxs də dövlət qulluğunda sayılır. Yəni o da dövlət qulluqçusudur. Tək inzibati vəzifə yox. İndi baxacağıq onlar kimdir. Burada vəzifə tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə
daimi dövlət qulluğuna qəbul olanda and içən Azərbaycan Respublikasının vətəndaşı. Yəni bunun üçün siz Azərbaycan Respublikasının vətəndaşı olmalısınız. İnzibati vəzifəyə əgər qəbul olsanız ilk dəfə and içəcəksiniz. And içmək bir dəfə olur, onu da deyim, baxacağıq əlbəttə ki, amma yardımçı vəzifədə olanlarda uşaqlar diqqətli olun. Orada and içmə olmur. Bu önəmlidir. Suallarda da düşür. Bir sual soruşacaqdım sizdən. Sualım nədən ibarət idi? Bundan ibarət idi ki, dövlət qulluğunda, indi burada qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı. Sual verirəm sizə. Əcnəbilər dövlət qulluğuna qəbul ola bilərmi sizdə? Kim cavab vermək istəyir? Hə, Ruxsara xanım qaldıdır. Bəli, bəli. Hə. Bəli, Bəzi uşaqlar tələsdi. Bəli, konstitusiyamızda qeyd olunurdu ki, qanun müəyyən edilmiş qaydada bəli, onlar da dövlət qulluğuna qəbul ola bilərlər. Baxmayaraq ki, bizim vətəndaş deyil. Bəs dövlət orqanı nədir? Dövlət orqanı artıq bu barədə qısa olsa da mən dedim, yəni burada Azərbaycan Respublikasının konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirir, yəni konstitusiya iləndir və hansı mənbələrdən belə deyim maliyyələşir? Dövlət büdcəsi, Naxçıvanın büdcəsi və bir də qanun müəyyən edilmiş hallarda büdcədən kənar vəsaitlər hesabına maliyyələşən və konstitusiya və qanunlara uyğun olaraq yaradılan dövlət təsisatıdır. Yəni müəyyən bir struktura malik olan dövlət təsisatıdır. Burada isə qısa şəkildə mən bunun yazmışam. Qısa şəkildə olub bu. Daha sonra keçək digərinə. Burada bizdə gəlir, görək hansılar var. Dövlət qulluğu vəzifəsi nədir? Dövlət qulluğu vəzifəsi deyəndə konstitusiya və qanunlar ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədi ilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi. Yəni nədən gedir? Sadə dildə belə desək, məsələn, siz işləyirsiniz hər hansısa bir nazirlikdə, Sosial Müdafiə Nazirliyi olsun. Oranın ictimaiyyətlə əlaqələr bölməsində orada müəyyən bir ştatınız olur. Məsələn, baş mütəxəssis. Və burada bu qanunlarla ya da konstitusiya ilə səlahiyyətləri müəyyən edilir. Yəni söhbət burada bundan gedir. Yəni və keçək digərinə inzibati vəzifə, yardımçı vəzifə. Uşaqlar, inzibati vəzifədə qeyd olunur ki, burada fərqi var inzibati ilə yardımçının. İnzibatidə qeyd olunur ki, baxın burada qısa yazmışam. Struktur bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirir. Belə bu bilavasitə sözü ilə yadınızda saxlaya bilərsiniz. Amma yardımçı vəzifədə olanlar isə struktur bölmənin fəaliyyətini təmin edən dövlət strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi. Yəni bəlkə də bir çoxlarınızın təcrübəsi var dövlət orqanlarında, dövlət qulluğunda və yaxud orada qeyd olunur ştat deyil, ştata uyğun olaraq ştatda boş yer varmı? Yəni ştatda da nə olur? Məsələn, tutalım deyirəm özümdən, maliyyə şöbəsidir. Maliyyə şöbəsində 8 dənə ştat var. Ştat varsa o demək deyil, o ştatın hamısı dolu olmalıdır. Ola bilər 20 dənə ştat olar, amma orada 10 nəfər işləyər. 10 nəfər isə vakant olar. Bax bundan söhbət gedir və daha sonra vəzifə təlimatına baxaq uşaqlar. Vəzifə təlimatında da qeyd olunur ki, burada qısa şəkildə yazmışam, amma daha geniş şəkildə desəm, dövlət qulluğu vəzifəsinin adını, qulluq funksiyalarını və həmin vəzifənin tutulma şərtlərinin əks olunduğu və bu kim tərəfindən təsdiq olunur? Dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd. Məsələn, imtahanda düşə bilər ki, vəzifə təlimatı hansı subyekt tərəfindən belə deyə təsdiq olunur? Baxın, dövlət orqanının rəhbəri, nazirlik desə, həmin o nazirlə belə deyək təsdiq olunur. İxtisas dərəcəsi nədir uşaqlar? İxtisas dərəcəsi ilə bağlı biz artıq keçmişdik. Məsələn, vəzifə kateqoriyalar, təsnifatlarda demişdik ki, məsəl üçün inzibati vəzifələrdə var idi. Hansı təsnifatlar vardı deyə bilərsiniz? Mən hansı ixtisas dərəcələri var idi? Kim deyə bilər bunlardan? Aha, buyurun. Yenə Ruxsara xanım əl qaldırdı. Hə, Səma xanım da əl qaldırdı. Tamam. Yaxşı, Ruxsara xanım tez əl qaldırdı. Siz deyin. Bundan sonra dəyişərik. Mənim ali təsnifat və digərdə əlavə 7 təsnifat. Yəni ixtisas dərəcəsini dedim. İxtisas dərəcəsində yəni Birinci dövlət müşaviri, ikinci dərəcə olar deyirsiniz. bəli, bəli. İxtisas dərəcəsi budur. Birinci Həqiqi ixtisas. dövlət müşaviri məsələn. Məsələn, kiçik Qulluq dövlət müşaviri. qulluqçusu. Kiçik dövlət qulluqçusu məsələn 7-ci təsnifatın ilk dəfə verilən. Aha, bəli. Yəni söhbət bunlardan gedir. Amma yardımçı vəzifələrdə də vardı. Böyük Bəli, referent, referentlər var. Burada dövlət bəli, qulluğunun baş referenti, böyük referent, bəli, dövlət bəli. qulluğu birinci dərəcə referenti. Bəli, hamısı var idi. Sonra ixtisas dərəcəsində nə olduğuna baxdıq. Keçək görək digərinə. Anlayışlar çoxdur. Dövlət orqanının strukturu. Struktur dövlət orqanının fəaliyyətini təmin edən, daha sonra struktur qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş sistemidir.
Dövlət orqanının aparatı dedikdə, baxın burada strukturun əslində burada bu şəkildən baxa bilərsiniz. Baxın bu strukturdur. Strukturunda aparat var, aparat rəhbəri də var. Bilirsiniz, bölmüşdük biz kateqoriya təsnifatlarda və şöbə var, sektor var. Şöbə deyəndə uşaqlar, biz baxacağıq ki, şöbənin yaradılması üçün 8 minimum ştat lazımdır. Amma sektorun yaradılması üçün minimum 3 ştat vahidi olmalıdır və sektor müdirlərində demişdim ki, mütəxəssislərlə eyni təsnifatlara daxil eləyərsiniz. Daha sonra burada sektor deyəndə sektor şöbə daxilində yaradılır və yaxud müstəqil də ola bilər. Baxın, mənim hal-hazırda işlədiyim idarədə bizim sektor müstəqildir. Yəni heç kimə tabe deyilik. Birbaşa olaraq tutalım hər hansısa orqan rəhbərinə və yaxud orqan rəhbərinin müavininə. İndi orada bölünür də. Hamısı bir orqan rəhbərinə tabe olmur. Şöbə isə şöbənin tərkibində sektor ola bilər. Yəni məsələn hər hansısa bizdə var. Hal-hazırda ümumi şöbə var. Onun tərkibində məsəl üçün danışıram, kargüzarlıq sektoru var və s. Yəni bu isə bir və ya bir neçə fəaliyyət istiqaməti üzrə dövlət orqanının səlahiyyətlərini həyata keçirən struktur bölməsi gedir. Bax belə, aparatda isə həm şöbə, həm sektor birləşir. Hər ikisi bu aparatda birləşir və belə deyək, dövlət orqanına həvalə edilmiş səlahiyyətləri həyata keçirilməsini bilavasitə təşkil edir. Bax bu da belə. Sonra görək yerdə qaldımı? Hə, burada gəldik önəmli məsələlərə. Uşaqlar, sonlara doğru gəldik. Nədən danışacağam sizdən? Müsabiqədən danışaq. İlk olaraq müsabiqə dedikdə inzibati vəzifələrin tutulması məqsədi ilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən belə prosesdir və bu 2 mərhələdən ibarət olur. Hal-hazırda sizlər də test imtahanına hazırlaşırsınız. Testdən sonra isə müsahibəyə, yəni test və müsahibədən ibarət prosesdir müsabiqə dedikdə. Daha sonra biz burada ümumi və daxili müsahibələrə baxaq. Uşaqlar, qısa şəkildə ümumi və daxili müsahibələrə belə bir şey deyəcəm. Çox uzun danışmayacağam. Daxili müsahibə, baxın burada da yazmışıq. Həmin orqandakı dövlət qulluqçuları üçün keçirilən müsahibə. Məsələn, Maliyyə Nazirliyində əgər daxili müsahibə varsa, siz burada işləməlisiniz ki, yəni öz işçiləri arasından seçirlər. Amma ümumi müsahibə isə şək getmir ümumi müsahibədə öz işçilərindən. Digər dövlət orqanlarında çalışanlar da burada həmin o müsahibədə iştirak eləyə bilər. Bax belə, rotasiya dedikdə nəyə nəzərdə tutur uşaqlar? Rotasiya dedikdə, yəni yer dəyişmədən söhbət gedir. Baxın burada bu şəkilə görürsüz, yer dəyişmə işarəsi var. Yəni amma burada bir məsələni yadınızda saxlayın ki, rotasiya da uşaqlar yəni yer dəyişmə inzibati vəzifəyə tutanlara aiddir. Məsələn, yaza bilərlər ki, rotasiya yardımçı vəzifə tutan dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə keçirilməsi. Yox uşaqlar, inzibati vəzifələrdən söhbət gedir. Xidməti fəaliyyətin qiymətləndirilməsinə baxaq. Xidməti fəaliyyətin qiymətləndirilməsi haqqında biz əlbəttə ki, baxacağıq ətraflı. Sadəcə onu yadınızda saxlayırsınız ki, təqvim ilin sonunda biz bunu yoxlayırıq. Biz deyəndə ümumi yoxlanılır sizin fəaliyyətiniz və niyə? Dövlət qulluqçusunun potensialını, peşəkarlığını və vəzifəyə uyğunluğunu müəyyən etmək üçün bu xidməti fəaliyyət qiymətləndirilir. İntizam məsuliyyəti isə indi sizin müəyyən vəzifələriniz olacaq. Biz baxacağıq ona da əlbəttə ki, o vəzifələri həyata keçirmədikdə uşaqlar, siz intizam məsuliyyətinə cəlb olunacaqsınız. Baxacağıq, məsələn, töhmət verilə bilər, dövlət qulluğundan azad oluna bilər, ixtisas dərəcəniz bir pillə aşağı düşə bilər və s. yəni çoxdur. Və yaxud dövlət qulluğuna xitam verilə bilər. Bu kimi məsələlərə də ətraflı şəkildə baxacağıq uşaqlar. Sonra keçək digərinə. İndi biz baxaq burada. Artıq anlayışlarla bağlı güman edirəm ki, əsas məsələləri mən dedim. İndi yerdə nə qalıbsa, məsəl üçün Mərkəzi İcra Hakimiyyəti orqanı demədim, bu da yadımdadır. Məsələn, Mərkəzi İcra Hakimiyyəti orqanı dedikdə, mən artıq bununla bağlı keçən səfər də göstərmişdim. Sadə şəkildə nazirliklərdir, dövlət komitələrdir və s. Qanun da deyir ki, səlahiyyətləri Konstitusiyanın 113-cü maddəsi ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanı. İndi isə biz Mərkəzi İcra Hakimiyyəti orqanından sonra digərləri, əgər hansılarsa deməmişəmsə, məsələn, onlara da baxarsınız. Məsələn, Mərkəzi İcra Hakimiyyətinin tutalım agentlikləri, dövlət xidmətləri və s. Mən isə keçirəm sizlə maddə 2-yə. Maddə 2 artıq qanunun tətbiq dairəsindədir. İlk olaraq onu qeyd eləmək istəyirəm ki, uşaqlar, burada da qeyd olunur. Qanunun müddəaları bütün dövlət işçilərinə deyil. Burada deyir, yalnız müəyyən kateqoriyalara aid edilir. Söhbət bunda nədən gedir? Yəni dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil olunur. Baxın, burada da yazılıb, şamil olunur kimlərə? Dövlət orqanının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına. Və burada da açıqlama bu hissədə var. Həmçinin dövlət qulluğunun xüsusi növündə
çalışan şəxslərə də bu aid olunur və şamil edilmir. Baxın, bu çox önəmli bir məsələdir şamil olunmaması ilə bağlı. Şamil olunmur kimlərə? İndi mənim yadımdan çıxsa siz yadıma salarsınız. Prezidentdir, vitse-prezidentdir, baş nazirdir və yaxud onun müavinləri olsun, Milli Məclisin deputatlarıdır, hakimlərdir, ombudsmandır, Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərləri, yəni nazirlərdir və yaxud hərbi qulluqçulardır. Və yaxud bir məsələni də diqqətinizə çatdırım. Uşaqlar, Naxçıvana aid də burada məsələ var. Sadəcə Naxçıvanda Mərkəzi İcra Hakimiyyəti orqanının rəhbərinə şamil olunmur, amma müavinlərinə şamil olunur. Naxçıvanda məsəl üçün, amma Azərbaycanda müavinlərə də şamil olunmur bu. Məsələ bundadır. Diqqətli olun. Eyni şəkildə burada aid olmayanlar da Mərkəzi Seçki Komissiyasının sədrinə, istər Naxçıvanda olsun. Azərbaycanda isə Mərkəzi Seçki Komissiyasında sədr də var, sədr müavini də var, auditorlar da var. Yəni bunlara Hesablama Palatasının auditorlarını deyirəm və yaxud MSK-nın digər üzvlərinə, bundan sonra yerli icra hakimiyyəti orqanının rəhbərlərinə də şamil olunmur. Biz demişdik ki, yerli icra başçılarının müavinləri neçənci kateqoriya, neçənci təsnifatdadır, kim deyə bilər bu barədə? Nə müəllim? Yerli icra hakimiyyəti başçıları var idi. Onların müavinləri neçənci təsnifatdadır? Onlar o istisnalardan idi. Deyəsən 4-də değildi mi onlar? Onlar bəli 4-cü təsnifatdaydı. Bunu yadınızda Kateqoriya. saxlayın. Amma Bakı şəhər icra hakimiyyətinin 1-ci müavini isə kateqoriya 2-də idi o. o isə 2-də idi. İndi Bəli. uşaqlar buna da baxandan sonra keçirik digərinə və burada da qeyd olunur ki, bunların münasibətləri, yəni nə deyir? Deyir ki, dövlət orqanının tabeliyində olan hüquqi şəxslərin işçiləri, biz buna da baxacağıq. Məsələn, hər hansısa Azərsu olsun, indi bilmirəm Azərsunun adı dəyişib yoxsa yox. Yəni onlara isə əmək məcəlləsi ilə onların münasibətləri tənzimlənir. Söhbət bundan gedir və onlar dövlət qulluğunda sayılmırlar. Onu da yadınızda saxlayın. Bax belə. Sonra keçək digərinə. Görək digərdə nədir? Dövlət qulluğunun vəzifəsinə keçəcəyik artıq uşaqlar. Dövlət qulluğunun vəzifəsində balacadır 3 dənə vəzifəsi var uşaqlar. Bir məsələ. Burada da qeyd olunur ki, Azərbaycan Respublikasının konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquqlarının belə deyək, qorunması məsələsidir. Yəni vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsidir. Yuxarıda da qeyd olunub. İkinci məsələ dövlət orqanlarının səlahiyyətləri hüdudlarında qərarların hazırlanmasıdır, qəbuludur, icrasıdır və onların icrasına nəzarətdir. Üçüncü isə səmərəli fəaliyyətin təmin edilməsi məsələsi var ki, burada da qeyd olunur ki, səmərəli fəaliyyətin və dövlət qulluqçuları tərəfindən qulluq funksiyalarının icrasının təmin edilməsi bu da vəzifəsidir. Çox vaxt uşaqlar bu vəzifə ilə prinsipləri qarışdırırlar. Sadəcə siz burada belə deyim, baxsanız burada 3 məsələ var. 3 dənə yer var. Üçünün ikisində təmin edilmə söhbəti var. Yəni hüquq və azadlıqların təmini və qulluq funksiyalarının icrasının təmin olunması. Yəni belə də yadınızda saxlaya bilərsiniz. Bir də bir məsələni diqqətinizə çatdırım. Dövlət qulluğu haqqında qanundan Qızıl Qaydalar adında videom var. O videomu da kanalımdan playlist hissəsinə daxil olub baxa bilərsiniz. Əsas nələrə diqqət eləməlisiniz. Sonra uşaqlar prinsiplərinə baxaq. Burada da qeyd olunur prinsiplərdən hansılar var? Məsələn, qanunçuluq var. Tutalım bunun açıqlaması nədir? Bütün fəaliyyətlərin qanuna əsaslanması və yaxud səlahiyyət bölgüsü var. Hakimiyyət orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi. Yəni bunlar hansılar idi? Qanunvericilik, icra və məhkəmə hakimiyyət orqanlarının. Nəzarət və hesabatlılıqdan var. Dövlət orqanlarının və qulluqçularının nəzarət altında olması, hesabat verməsi və yaxud da ki, yuxarı orqanların qərarlarının aşağı orqanlar tərəfindən icrasının məcburiliyi var. Dövlət qulluğuna qəbulun şəffaf həyata keçirilməsi məsələsi var. Burada məcburilikdən də qeyd olunur ki, bütün vətəndaşların, diqqətli olun, bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərinin icra etmə borcu var. Məsələn, bunun ikinci hissəsində uşaqlar vətəndaşların dövlət qulluğuna, yəni burada göstərilən əsaslarla qəbul edilməsi, tutalım test üsuludur, daha sonra müsahibədir. Burada çoxdur əslində. Məsələn, vətəndaşların qabiliyyət və peşə hazırlığına uyğun vəzifə tutmaqda bərabər hüququ, rotasiya məsələsi var. 4.1.10-dan qeyd olunur ki, niyə biz rotasiya eləyirik? Dövlət qulluqçularının potensialının səmərəli istifadəsi məqsədi ilə ya da peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə. Tutalım dövlət bir məsələndə diqqətinizə çatdırım uşaqlar. Burada qeyd olunur ki, 4.2-ci maddədə dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır. Məsələn, hər hansısa bir ictimai
belə deyək, ictimai birlik ola bilər, nə bilim, yaşıl cəmiyyət adında və bunun prinsipləri ilə dövlət orqanının prinsipləri uyğun olmaya bilər. Ona görə də icazə yoxdur ictimai birliklərin yaradılmasına və yaxud siyasi partiyaların. Çünki hər siyasi partiyanın özünün fərqli bir istiqaməti var. Məsələn, onlar maliyyəni fərqli cür bölüşdürmək istəyər, amma tutalım hal-hazırda hakim partiya başqa cür. Yəni siyasi neytrallıqdan söhbət gedir burada və onu da qeyd edim ki, burada Həmkarlar İttifaqı uşaqlar istisnadır. Həmkarlar İttifaqı yaradıla bilər və özüm də həmişə uşaqlara deyirəm ki, yadınızda saxlayın. Mən özüm uzun müddət elə Həmkarlar İttifaqının sədri vəzifəsində işləmişəm və daha sonra 4.3-də isə qeyd olunur ki, yəni sizləri mən dövlət qulluqçusu kimi görüb deyirəm ki, siz öz vəzifə borcunuzu yerinə yetirərkən nələri belə deyək, konstitusiyada, qanundur və yaxud digər qanunverici aktlarını rəhbər tutursunuz. Yəni bunları rəhbər tutmalısınız. Bu da bizim maddə 2-miz idi. Yəni prinsiplərində bundan gedir. 4-cü maddədə dövlət qulluğunun prinsiplərindən. Bax belə, uşaqlar, digər məsələ bu imtahanda da düşür. Şuradan söhbət gedir. Dövlət qulluğunu idarə etmə şurası var ki, ümumiyyətlə şura dövlət qulluğuna nəzarəti və normativ metodiki təminatı həyata keçirir. Yəni bununla bağlı da açıqlamanı da mən uzun şəkildə səhv eləmirəmsə WhatsApp qrupumda yazmışdım. Yəni bu normativ metodiki təminat deyəndə nəyə nəzərdə tutur? Bu gün isə ətraflı danışmayacağam, dərsimizin vaxtına getməsin deyə. Və əsas məsələləri diqqətinizə çatdırım. Status deyəndə burada statusu budur ki, bu dövlət orqanı sayılmır və bunun üzvləri də səlahiyyətlərini ictimai əsaslarla keçirir. İctimai əsas dedikdə uşaqlar nəyə nəzərdə tutur? Yəni ictimai əsas dedikdə burada şəxslər müəyyən bir vəzifəni, öhdəliyi və yaxud fəaliyyəti ödənişsiz könüllülük prinsipi ilə həyata keçirir. Məsələn, Həmkarlar İttifaqı da eyni şəkildə bundan olur. Yəni maaş almırlar, bir şey olmurlar və s. Və burada qeyd olunur ki, bunun fəaliyyəti həmin orada katiblik var, onun tərəfindən həyata keçirilir, onun tərəfindən təşkil olunur və şuranın 18 üzvü var. Bunun 6-sı prezident tərəfindən, yəni icra hakimiyyəti, 6-sı Milli Məclisin sədri, yəni qanunverici hakimiyyət və 6-sı da Konstitusiya Məhkəməsinin sədri, məhkəmə hakimiyyəti tərəfindən belə deyək, təyin olunur və bu şuranın özünün qəbul etdiyi qərarlar olur ki, bu da icra edilməsi üçün göndərilir müvafiq orqanlara və həmin o dövlət orqanları da 30 gün ərzində bunun icra vəziyyəti barədə həmin o şuraya təqdim edirlər ki, o qərarın icra olunubmu? Ümumiyyətlə də icra vəziyyəti dedikdə nəyə nəzərdə tutur? Bu qərar icra olunubmu, olunmayıbmı və s. Söhbət bundan gedir. Bax bu da bizim dövlət qulluğunun idarə etmə şurası. Bax dedik və əsas da fəaliyyətini, səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. Bunu mütləq yadınızda saxlayın və bir məsələni də deyim, şuranın səlahiyyətləri necə müəyyən edilir? Qanunla təsdiq edilən əsasnamə ilə. Məsələn, suallarda görmüşəm ki, sayırlar ki, prezidentin belə deyək, qəbul etdiyi fərmanla və s. Yox, uşaqlar, qanunla təsdiq edilən əsasnamə ilə müəyyən edilir. Bura qədər bir sualınız varsa verə bilərsiniz uşaqlar, problem deyil. Yəni uşaqlar, güman edirəm ki, mən də kifayət qədər yəni əlimdən gələn qədər deyirəm sizə. Bax belə, bu da bizim şuramız və 6-cı balacadır. Söhbət nədən gedir? Qanunvericinin iyerarxiyasına baxaq ki, bundan sonra biz qanunları zaten keçdikdə biz baxacağıq ki, uşaqlar, məsələn, vətəndaşların müraciətidir, məhkəmələr və hakimlər haqqında qanundur. Bunlar nələrdən ibarətdir? Məsələn, burada da qeyd olunur ki, hansılardan ibarətdir dövlət qulluğunda haqqında qanun verəcək? Yəni bu qanun qəbul olunanda nələrə baxırlar? Azərbaycan Respublikasının konstitusiyasıdır, dövlət qulluğu haqqında qanundur. Yəni bu qanundan söhbət gedir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdir və dövlət qulluğunu və də tənzim edən digər qanunvericilik aktlarından. Bunlardan ibarətdir. Bunu yadınızda saxlayın. Sonra keçək digərinə. Artıq biz birinci fəsli bitirdik bundan da. Və keçirik artıq ikinci fəslə. İkinci fəsildə nədən baxacağıq? Artıq sektor və şöbələrə baxacağıq. Uşaqlar, gördüyünüz kimi şöbənin yaradılması üçün minimum 8 olmalıdır. Sektorun yaradılması üçün minimum 3 ştat vahidi olmalıdır. Və burada da elə bunu deyir ki, işçilər say həddə daxilində şöbə və ya sektor yaradıla bilər. Təsnifatlaşdırma ilə bağlı isə bunlar yəni ya təmin edici olur, ya da yardımçı kimi müəyyənləşir. Təmin edici, məsəl üçün, maddi texniki təminat şöbəsini deyə bilərəm ki, dövlət qulluğunda, məsəl üçün, ümumiyyətlə orqanlarda belə bir şöbələr olur. Tutalım da sizi hər hansısa bir stolla təmin eləmək, kompüterlə təmin eləmək və s. Yəni
çoxlu bu mənada təminat budur. Yardımçı isə məsələn mən hal-hazırda işlədiyim yardımcıdır. Tutalım ictimaiyyətlə əlaqələr bölməsi. Yəni mətbuat sahəsində, PR sahəsində o yardımçı kimi təsnifatlaşır. Bax belə 7.4 nə deyir? Deyir ki, ali kateqoriya istisnadır uşaqlar. Ali kateqoriya dövlət orqanlarında bunlardan başqa struktur bölmələr də yaradıla bilər. Yəni tək bu şöbə sektoru yox, bundan başqa da sektorlar yaradıla bilər. Bax belə 7-ci maddəmiz buydu. İndi isə 8-ci maddəni mən deməyəcəm. Niyə? Çünki bu təsnifatdan söhbət gedir. Biz artıq bunun haqqında danışmışıq uşaqlar. Kateqoriyalara böldük keçən dərsimizdə. Dövlət qulluğunda 5 və alidən ibarət olmaqla toplamda 6 kateqoriyaya biz bölmüşdük. İndi isə biz ona baxmalıyıq. 10 nədən ibarətdir? Bu isə 3-cü fəsildir bizdə. Burada isə inzibati və yardımçı vəzifələrə baxacağıq uşaqlar. Baxırıq ki, ilk olaraq inzibati vəzifələrə və onu qeyd edim ki, burada da qeyd olunur ki, inzibati və yardımçı vəzifələrə niyə bölünür? Yəni birinci buna baxaq. Bu ona görə bölünür ki, dövlət orqanlarında deyir ki, inzibati və yardımçı vəzifələrə bölünmə məzmunundan, yəni dövlət orqanında həmin vəzifə funksiyalarının məzmunundan, səlahiyyətin mənbəyindən və tutulma üsulundan asılı olaraq bu üçün yadınızda saxlayın. İstəyirsiniz baş hərflərlə yadınızda saxlayın. Necə yadınızda saxlayırsınızsa indi o öz işinizdir. Yəni bunlardan asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İndi baxırıq ki, inzibati vəzifələr. İnzibati vəzifələrdə kimlərdir? İnzibati vəzifələrdə struktur qurumların və bölmənin rəhbərləri, onların müavinləri, mütəxəssislər bunlar ona aiddir. Amma yardımçı vəzifədə işləyənlər uşaqlar texniki işləri həyata keçirir. Məsəl üçün bura aiddir kargüzar, maşinaçı, kuryer, arxiv qeydiyyatçısı, sürücü, yəni bunlar yardımçı vəzifələrdədir. Diqqətli olun. Sonra funksiyaları. Burada bir məsələ var ki, nə deyir? Deyir, orqanın əsas səlahiyyətlərini və fəaliyyət istiqamətlərini həyata keçirir. Yardımçıda isə yenə də orqanın və onun struktur bölmənin fəaliyyətini texniki cəhətdən təmin edir. Hüquqi statusu isə eynidir ikisində də. Müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları və vəzifə təlimatları ilə hüquqi statusu tənzimlənir. Bax belə. Sonra görək nəyə baxaq? Görək burada varmı? Hə, bura qədər deyəsən slaydımız bura qədərdir. Çünki növbətidə 11-cidə inzibati və yardımçı vəzifələrin təsnifatı gəlir uşaqlar. Biz də bunu keçən dərsimizdə işləmişdik. Hətta sizlərlə testləri də işlədik yadınızdadırsa. Belə deyim, təsnifatlarda böldük kateqoriyalara, təsnifatlara, ixtisas dərəcələri mən sizlə dedim. Və toplamda görüm hara qədər gəlmişik biz. Belə deyim, maddə 13-ə qədər gəlmişik. Sadəcə orada bir məsələni də diqqətinizə çatdırın və orada 11-ci maddənin sonunda qeyd olunur ki, dövlət orqanının, aparatlarının və digər struktur qurumların adları nə ilə müəyyən olunur? Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Testlərdə də bu şəkildə elə düşür. Yəni müvafiq icra hakimiyyəti deyəndə bu prezident də ola bilər, Nazirlər Kabineti də ola bilər və s. Bax belə. Və bununla da bizdə bu slayd bitdi. Mən indi bunu yəqin ki paylaşaram sizlərlə də bu slaydı. Baxmaq istəsəz qısa şəkildə buna da baxa bilərsiniz. Bu slaydıma da baxa bilərsiniz. Güman edirəm ki yaxşıdır, amma dərsimiz bitməsin. Çünki mən 27 dəqiqədir danışıram. Sual vermək istəyirsiniz? Buyurun, sual verin. Müəllim, üzr istəyirəm, bu slaydı slayd formasında göndərə bilərsiniz? Yoxsa ancaq belə video şəklində baxmaq mümkündürmü? Hal-hazırda mən bunu belə deyim, gördüyünüz kimi bu PDF-dir. Yəni düzdür, bu Aha, sınav PDF kimi, yəni mümkündür göndərmək. Hə, mümkündür, atarım. Qrupa atarım. Bunu Zəhmət. Telegram Çox təşəkkür qrupunda paylaşaram. Sizlər də götürərsiniz. Sadəcə müəyyən bir-iki yerlərini düzəliş eləməliyəm. Və burada nəsə yanlışlıq olsa mənə deyərsiniz, o hissələrini Yox, elə düzəldərəm. ehtiyac yoxdur müəllim. Zaten mən təkrar kimi gedəcəm. Kitabdan biraz sıxılıram. Çoxdur kitab aydın şəkildədir. Belə qısa kimi, elə bir təkrar kimi gedəcəm üstündən imtahandan öncə. Ona görə siz belə qısa şəkildə yazmısınız, çox rahatdır belə təkrar üçün. Hə, tamam. İndi uşaqlar, bilmirəm, vaxtımız onsuz da az keçib, belə deyim. Cəmi yarım saatdır biz dərsləyirik. Bilmirəm növbətisinə başlayım, başlamayım. Görün burada bu biri slaydımda. Əslində hər birini slayda bölmüşəm. Görün bu hissədə məndə slaydda baxaq görək bu hardan başlayır. Demədiyim hissə bu artıq maddə 15-dən başlayır. Bizdə isə burada əslində bundan da danışa bilərəm sizə uşaqlar. Gəlin elə danışım bundan da. Zaten vaxtımız var. Nə qədər qanunları tez-tez keçsək,
Bədim, sizə yaxşıdır ki, imtahana yaxın, yəni dekabr imtahanına hazırlaşanlar, yanvara hazırlaşanlar daha çox şey öyrənə bilər. Uşaqlar, bir məsələni diqqətinizə çatdırım. Demədiyim məsələlərdən nə qalıb? Orada maddə 13 var. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri. Mən onun barədə də əslində slaydım var. Sadəcə burada tapa bilmədim, vaxt itməsin. Qısa şəkildə deyim. İnzibati vəzifəniz varsa, müvafiq ali təhsiliniz olmalısınız. Məsələn, baxın, WhatsApp qrupumda bir nəfər yazmışdı ki, magistr təhsili olan verə bilər dövlət qulluğuna. Əlbəttə ki, çünki sadəcə sizdən müvafiq ali təhsil istəyir. İnzibati vəzifədir. Əgər məsələn sizin başqa ali təhsiliniz varsa, ixtisasınızı dəyişdirib iddiasında olduğunuz o inzibati vəzifənin profilini öyrənməlisiniz. Məsəl üçün siz əgər maliyyəçi, mühasibsinizsə, siz gedib ekologiya üzrə gedə bilmirsiniz. Yəni o vakant vəzifəyə. Amma ümumi vakansiya çıxanda məsələn sadəcə ali təhsil tələb edən vəzifələr də var. Məsələn, icra başçısının nümayəndəsi və s. İnzibati vəzifədə dedim, ali təhsil olmalıdır. Yardımçı vəzifədə isə tam orta təhsil olmalıdır. Yəni orada ali təhsilə ehtiyac yoxdur və qeyd olunur ki, bu vəzifələri tutmaq üçün əlavə tələblər də qanunvericiliklə və vəzifə təlimatı ilə müəyyən edilir. Bax belə uşaqlar. Sonra nədən danışa bilərəm sizlərə? Gəlin indi isə keçək 4-cü fəslimizə. 4-cü fəslimiz isə dövlət qulluqçusudur. İlk olaraq görək bu maddə 15-də nədir? Hə, burada əslində yazmışam. Baxın, elə bu maddə 13 deyirəm axı, yazmamış olmaram. Baxın, burada da qeyd olunur. İnzibati vəzifələrdə ali təhsildir, yardımçı vəzifələrdə isə tam orta təhsil kifayətdir. Bax belə. İndi isə maddə 15-ə baxaq uşaqlar. Dövlət qulluqçusunun andına baxaq. Mən dedim, siz ilk dəfə dövlət qulluğuna daxil olarkən, inzibati vəzifə tutarkən and içirsiniz və and içmənin mətni burada uzun olduğu üçün balaca yazılıb və prosedur necə olur? Təntənəli şəraitdə olur, dövlət bayrağı altında olur. Bir dəfə içilir and içmə və sizin tərəfinizdən imzalanır və bir şəxsi işiniz var. O şəxsi işinizdə də saxlanılacaq bu. Onunla bağlı da baxacağıq. Və yardımçı vəzifədə olanlar üçün isə and içmə olmur. Onu da yadınızda saxlayın. Və daha sonra nədən deyə bilərik? 15.1-də isə deyir ki, həmin bu and nədir? Dövlət qulluqçusu ilə Azərbaycan Respublikası arasında bu borc, hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Məsələn, loyallıq olacaq ki, siz bu loyallığa, məhdudiyyətlərə, loyallığa sadiq olmalısınız və sair məhdudiyyətlərə əməl eləməlisiniz. Bu kimi məsələ. Şəxsi işə baxaq, uşaqlar 15.1-ci maddə, görürsünüz burada 15-ci maddəyə aiddir hamısı. Şəxsi iş 15.1-dir. Burada qeyd olunur ki, qulluq keçdiyiniz dövrdə bir dəfə şəxsi işiniz tərtib edilir. Yəni bu şəxsi işin aparılması ilə bağlı. Əgər tələbləri pozan şəxslər olarsa, onun aparılmasında onlar inzibati xətalar məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar və bu şəxsi işə nələr aiddir? Şəxsi işə uşaqlar qeyd olunur ki, yəni burada belə deyək də qanunla müəyyən edilmiş, qanunla nəzərdə tutulmuş sənədlər, məlumatlar daxil olunur. Sonra baxın, söhbət bundan gedir bu hissədən. Sonra xidməti vəsiqəyə baxa bilərik. Xidməti vəsiqə olur. Əslində onun şəklini də sizlər üçün göstərə bilərəm. Baxın, burada bu xidməti vəsiqədir. Burada görürsünüz sizin soyadınız, adınız, ata adınız. Burada məsəl üçün sizin qulluq keçdiyiniz struktur bölmənin adı, sonra sizin ixtisas dərəcəniz və s. Burada da dövlət orqanı rəhbərinin qolu var, görürsünüz. Bax, bu dövlət orqanı rəhbərinin qolu da burada olacaq. Bax, bu da belə. Və kim tərəfindən verilir? Qulluq keçən dövlət orqanı kimsə nəsə demək istəyir. Buyurun. Mənim çox üzr istəyirəm, siz sözünüzü bölmüş oluram. İnzibati vəzifələrdə olurdu təkcə xidməti vəsiqə, onu unutmuşam mən. Yardımçıda verilmirdi, yoxsa Yardımçıda da yardımçıda olur. Yox, fərqi yoxdur. Orada deyilmi ki, inzibatiyə verilir? hər Yardımçıda da birinə olur. verilirdi, yəni dövlət qulluqçusu sayılan hər Bəli, ikisi. bəli. Çünki dövlət qulluqçusu həm də yardımçı vəzifəni tutanlar da dövlət qulluqçusudur uşaqlar. Tək inzibati vəzifəni yox, elə bir fərq yoxdur. Sadəcə yardımçı vəzifə tutanlar texniki işləri görür və maaşı da əlbəttə ki, sizdən azdır. Onların 4 təsnifatı var və s. Yəni onlar üçün ali təhsil tələbi yoxdur. Bax belə. Sonra xidməti vəsiqədən də danışdım. Görək sonra növbəti nədir? Orada danışmadığım, görüm. Hə, 16-cı maddə ixtisas dərəcələridir uşaqlar. 16-cı maddə barədə danışmışıq. Məsəl üçün 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və s. 16-cı maddə haqqında danışmayacağam. Sonra orada reestr var. Uşaqlar, görüm reestr burada varmı? 15-ci reestr açığı bu yuxarı hissədə olmalıdır. Hə, yoxdur. Reestr haqqında qısa deyim. Reestr nədir? Dövlət qulluqçularının reestri
Orada qeyd olunur ki, belə deyək də, dövlət qulluqçuları barədə məlumatlardan ibarət dövlətin informasiya ehtiyatıdır. Məsəl üçün, sizin adınız orada gedir o informasiya ehtiyatında. Tutalım da özümü deyim, Asım Əhməd. Hə, mənim tutduğum vəzifə hansı orqanda işləyirəm, belə bir informasiya ehtiyatıdır. İnformasiya, dövlət informasiya, belə deyim, bazasıdır da bu şəkildə. Sonra və orada da qeyd olunur ki, yəni bu reyestrin aparılması ilə bağlı tələbləri pozursunuzsa, qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunur. Bax belə, indi maddə 18-ə baxaq, görək 18 nədən ibarətdir? Yuxarıda var idi bu. 18 uşaqlar vəzifələrdir. Bu vəzifələrlə bağlı mən belə demək istəyirəm ki, vəzifələri siz icra eləməsəniz, bu vəzifədir, indi baxacağıq ona, məsələn, hüquqlarınızdır, məhdudiyyətinizdir və s. Yəni bunları həmişə bir-biri ilə belə deyim, çaşdırırlar uşaqlar. Bununla bağlı da ayrıca qızıl qaydalardan əlavə videom var. Ona da mütləq şəkildə baxın uşaqlar. O önəmlidir. Bəzi məsələləri orada mən qeyd etmişəm. İndi burada da yenidən biz əlbəttə ki, ona baxacağıq. İlk olaraq vəzifələrə baxaq bəzilərinə. Qeyd olunur ki, qanunvericilik və normativ aktları həyata keçirmək, məsələn, qulluq reqlamentinə riayət etmək, rəhbərlərin öz səlahiyyətləri daxilində verdiyi əmrləri yerinə yetirmək, məsələn, vətəndaşların və təşkilatların müraciətinə vaxtında qərəzsiz baxmaq, etik davranış qaydalarına əməl etmək. Baxacağıq biz etik davranış qaydalarına da bu qanun haqqında, etik davranış qaydaları haqqında qanunda və yaxud hər il gəlirləri və əmlak haqqında maliyyə hesabatı təqdim etmək və s. Yəni bu kimi məsələlər dövlət qulluqçularının vəzifələridir. Yəni qısa şəkildə buna belə bir ad qoya bilərik ki, konkret olaraq yerinə yetirməli olduğunuz işlərdir. Və hətta bir məsələ də var ki, lazım gələndə öz ixtisasınız hüdudunda rəhbərin göstərişi ilə əlavə işlər də görməlisiniz uşaqlar. Söhbət bundan gedir və çoxdur orada. Baxarsınız, indi müəyyən hissəsini mən burada dedim, 12 dənədir ümumilikdə. Burada indi bir çoxları ilə burada əks olunub. Sonra maddə 19-a baxaq, hüquqlarınıza. Ümumiyyətlə bilirsiniz də, hüquqlar belədir ki, hüququnuzdan istifadə edə də bilərsiniz, etməyə də bilərsiniz. Görək hansı hüquqlarımız var. Məsəl üçün, vəzifə borcunu yerinə yetirmək üçün lazımi informasiya və materiallar tələb eləmək var. Vəzifələrinin yazılı təsbitini və icrası üçün şərait yaradılmasını tələb eləmək, dövlət məvacibi almaq var, əlavə təhsil və fəaliyyəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və yaxud maaş artımı iddiasında olmaq. Elmi yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərsiniz, amma pedaqoji fəaliyyətlə rəhbərinizin icazəsi olmalıdır ki, siz ondan məşğul olasınız. Yəni yoxsa belə icazə yoxdur. Sonra məsəl üçün hansılar deyə bilərik? Burada qeyd olunanlar, şəxsi işin materialları ilə tanış olmaq, şərəf və ləyaqətə xələl gətirən məlumatlarla bağlı xidmət araşdırma tələb eləmək və s. Yəni bu kimi məsələləri var. Təminatla burada hüquqlarla təminatı çaşdırırlar uşaqlar. Təminatlarda belə var. Məsəl üçün burada yazılıb dövlət məvacibi almaq. Təminatlarda bunun yanında bir əlavə söz də olur. İndi biz buna da baxacağıq. Yəni mən nəyə demək istəyirəm, o təminatlarda deyəcəm. Sonra hansılar deyə bilərəm? Həmkarlar İttifaqında birləşmə hüququnuz var. Sonra hansı var? Məsəl üçün əgərləri siz dövlət orqanının rəhbərindən bir əmr alırsınız, göstəriş alırsınız. Əgər sizə şübhə doğurursa, yaradırsa yox uşaqlar, bunu xüsusi yadınızda saxlayın. Şübhə doğurmaq söhbəti var. Doğurursa, həmin göstərişin və əmrin qeyd olunur ki, yazılı şəkildə ona verilməsini tələb eləmək və s. Yəni bu kimi var. Eyni şəkildə ictimai birliklərə üzv olmaq var və s. Yəni bu kimi məsələlər var. İndi burada keçək digərinə, görək 20 isə məhdudiyyətlərdir. Baxın, burada məhdudiyyətlər nədir? Başqa ödənişli vəzifə tutmaq olmaz, seçkili və təyinatlı. Çünki bu seçkili orqan olsa icazə yoxdur da, belə deyim, bu seçkili vəzifə tutmağa. Əlavə ödənişli ümumiyyətlə vəzifə tutmağa icazə verilmir. Elmi yaradıcılıq fəaliyyəti yəni o vəzifələrdə ola bilərsiniz, məşğul ola bilərsiniz elmi yaradıcılıqla. Amma pedaqoji fəaliyyətlə isə rəhbərin icazəsi olmalıdır. Yəni rəhbərin icazəsi olmasa məşğul ola bilməzsiniz. O da məhdudiyyətlərdədir. Tətillərdə və dövlət işinin orqanlarının işini pozan hərəkətlərdə belə də iştirak eləmək, dövlət orqanının və bələdiyyələrin işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmaq, rəhbərinə bildirmədən xarici ölkə vəsaiti hesabına ora səfər eləmək. Məsələn, Almaniya dövləti sizə öz vəsait hesabına göndərir ki, gəl burada konfransda iştirak elə. Onda siz xəbər eləməlisiniz. Belə istirahətə gedirsinizsə, onda icazə almırsınız və yaxud statusundan istifadə edərək dini təbliğat üçün istifadə eləmək və s. Yəni bu kimi məsələlər isə məhdudiyyətlərdə öz əksini tapır və qeyd olunur ki, məhdudiyyətlərdə bir məsələni də diqqətinizə çatdırım. Deyir ki, əgər
Yəni bu tələblərə zidd hərəkət elədiniz. Onda nə baş verir? Dövlət qulluqçusuna xəbərdar olunur və 30 gün ərzində o artıq qərar verir ki, mən dövlət qulluğuna yoxsa digər fəaliyyətin arasında seçim eləməliyəm. Məsələn, ola bilər ki, əlavə ödənişli bir işiniz olar. Siz deyirsiniz ki, mən dövlət qulluğunda işləmək istəmirəm. Bax, söhbət bundan gedir. Sonra burada 17 var. İxtisas dərəcələrinin verilməsi var. Mən bu haqqda danışmadım. 18-dən dedim. 17-ci maddəyə baxaq. İxtisas dərəcələrindən. Ümumiyyətlə ixtisas dərəcələri niyə verilir? Burada da var. Tutduğu vəzifəyə uyğun olaraq, qulluq stajına uyğun olaraq, yəni qulluq müddət deyək, orada staj yazılıb və bir də ki, ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla verilir və 91-ci ildəki o Sovet partiya orqanlarında kim işləmişdi, onlar da bunların stajına aid olunur. Mən bir məsələni də deyim, bu barədə də demişəm ki, uşaqlar ilk dəfə daxil olanda dövlət qulluğuna daxil olduğunuz təsnifatda ən kiçik ixtisas dərəcəsi verilir. İndi isə bir önəmli məsələni də diqqətinizə çatdırım. Bunu Paint-lə mən sizə qısa şəkildə deyim, imtahana da düşür. İndi gələn dərsdə testlər üzərində deyəcəm. Yəni nəyin demək istəyirəm? 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarıdakı ixtisas dərəcələrini prezident verir, amma ondan aşağıdakılar isə dövlət orqanının rəhbəri, baş müşavir və ondan aşağı. Nəyə demək istəyirəm uşaqlar? Hərbi rütbələrdə də var. Məsələn, generalı prezident verir, general mayordur, general leytenantdır, nə bilim, general polkovnik. Amma polkovnikin özü də daxil olmaqla nazir verirdi, düzdürmü? Bu da onun kimidir də, bu mülki rütbələrdir. Söhbət bundan gedir. Məsələn, testlərdə salırlar ki, aşağıdakılardan hansı tutalım prezident tərəfindən verilir. Siz onda 3-cü dərəcə dövlət müşavirindən yuxarı olanı götürməlisiniz. Bax belə. Və qeyd olunur ki, ixtisas dərəcəsi alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və eyni şəkildə vəsiqə də verilir. Sonra görün burada nə dedim. Hə, mən onların məsəl üçün növbəti ixtisas dərəcəsi almaq üçün nə qədər müddətdə işləməlidir, onun barədə də keçən səfər dedim. 6-cı, 7-ci təsnifatda 2 il idi. Sonra 2-dən, 3-dən 3, 4, 5 burada 3 il idi. Yox, deyəsən 3 ilə 2-də başqa idi. Mən çaşdırdım onu. Mən düz deyirsiniz də. Düz deyirəm, hə. 7 ilə 6-da 2 il idi, digərlərində 3 il idi. Hə, 1 ilə 2-də də ümumi dövlət qulluğunda 5 il idi, amma tutduğunuz inzibati vəzifədə 3 il idi, amma ali təsnifata aid deyil də. Ona baxacağıq ki, ali təsnifatda tamam başqa cür olur. Yəni onlara aidiyyəti olmur. Burada da qeyd olunub uşaqlar. İlk dəfə qəbul olunanda ən kiçik ixtisas dərəcəsi sizə veriləcək. Bu da belə öz yerində. İndi sonra nəyə baxaq? Sonra keçək görək burada nələrimiz qaldı. Hə, burada var. Əslində mən bunu dedim sizə. Elə burada da bu haqqında danışmışdıq. Məsəl üçün 3-cü, 5-ci təsnifatlarda 3 il, 6-cı, 7-ci təsnifatlarda 2 il. Yardımçı vəzifələr də keçən dərsdə demişdim ki, orada 1-ci, 2-ci təsnifatlarda 2 il lazımdır növbəti ixtisas dərəcəsini almaq üçün. 3-cü, 4-cü təsnifatda isə 1 il lazım idi. Bax belə, vaxtından əvvəl verilməyə baxaq uşaqlar, ixtisas dərəcəsi. Onu da qeyd edək ki, niyə verilir bu? Bax burada da qeyd olunub. Qulluq funksiyalarını nümunəvi icra etdiyinə və yüksək nailiyyətlərə görə verilir və bir təsnifat yuxarı vəzifəyə təyin edildikdə verilir. Yəni nə demək istəyirəm bu? Uşaqlar, sizin ixtisas dərəcəniz bir dəfə artırıla bilər vaxtından əvvəl. O da həmin o təsnifatda ən azı yarısından çox qulluq keçməlisiniz. Məsəl üçün siz tutalım o bir təsnifat yuxarı vəzifəyə təyin olunursunuzsa, ən azı məsəl üçün də tam 3-cü, 5-ci təsnifatsa 1 il yarım işləməlisiniz orada. Söhbət burada bundan gedir. Görək sonra nə var? Baxın burada da elə bu haqqda deyib, qeyddə bu gedir və burada da deyir ki, yalnız bir dəfə yol verilir. Növbətidə nə var? İxtisas dərəcəsinin aşağı salınması məsələsi var və burada qeyd olunur ki, intizam tənbihi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi bir pillə aşağı salınır və bu təqvim il ərzində yalnız bir dəfə tətbiq olunur. Baxın, nərdivandan aşağı ox göstərilib ki, bir dəfə yalnız aşağı salına bilər və bu nə vaxtdan hesablanır? Müvafiq əmrin imzalandığı gündən isə artıq bu sizin ixtisas dərəcəniz aşağıdan da belə deyək hesablanır və bu da əlbəttə ki, sizin şəxsi işinizdə saxlanılır. Bax belə. Sonra görək burada maddə 22-yə gəldik artıq. Maddə 22 nədir? Maddə 22 isə dövlət məvacibidir. Dövlət məvacibi də burada önəmli məsələlərdən biridir. Dövlət məvacibi burada qeyd olunub vəzifə maaşı, mükafatlar və əlavələrdən asılıdır və burada qeyd olunub ixtisas dərəcəsinə görə, qulluq stajına görə və digər qanunla müəyyən edilmiş burada halları biz görürük. Yəni söhbət nədən gedir uşaqlar? Bunu demək yadımdan çıxdı. Dövlət qulluğunun məvacibinin nələrdən asılığı olduğundan demək istəyirəm. Səlahiyyətinin həcmindən, məsuliyyət dərəcəsindən və tələb olunan peşəkarlıq səviyyəsindən. Bu isə bu ixtisas dərəcəsi yuxarıda qeyd etmişdim, yadınıza düşür. Yəni burada bayaqlar
tapa bilsəm bu slayddadır. Yox, o biri slaydda idi. Hı, Sonra uşaqlar, yoruldum biraz bayaqdan danışıram. Görək bu maddə 22-də nə var? Bu yekunlaşdıraq yavaş-yavaş. Qulluq stajına görə əlavə haqqa baxaq. Bir məsələni diqqətinizə çatdırım uşaqlar. Baxın, yerli əmsallar iş yerlərinin coğrafi şəraitinə görə yerli əmsallar müəyyən edilir. Müvafiq Azərbaycan Respublikası qanununa görə. Sonra burada nə var? Hakimiyyət səlahiyyətindən də danışaq uşaqlar. Deyir ki, Demək istəyirəm, yerli əmsal dediyiniz artıq əmsaldır, yəni yoxsa fərqli bir şeydir? yox, yerli əmsal bilirsiniz nədir uşaqlar? Məsəl üçün Bakıda işləyəndən Kəlbəcərdə işləyən şəxsə eyni maaş verilmir. Çünki məsəl üçün deyirəm, Kəlbəcər soyuq yerdir, özümdən deyirəm. Orada daha çox yanacaq yandıra bilər. Söhbət ondan gedir. Yəni yerli əmsal budur. Onda artıq əmsal başqa şeydir. Artıq əmsalı isə həyat və sağlamlıq üçün təhlükəlidir. Xüsusilə ağır şəraitdə çalışanlar. Məsəl üçün deyirəm, ola bilər 2000 metrdən yuxarı şəraitdə işləyə bilər, Murovda və s. Bu isə artıq əmsal dedikdə bunu nəzərdə tutur Bir burada. dənə çox üzr istəyirəm, yerli əmsalı yazıram. Yerli əmsal konkret necə oldu? Şəraiti ilə bağlı. Yerli əmsal coğrafi yerləşməsinə görədir. Yəni məsələn Bakıda işləyənlə, yenə deyirəm, Aran rayonunda işləyən və yaxud Naxçıvanda işləyən eyni almır. Orada yerli əmsal gəlir, çıxır ortaya. Çünki eyni yanacağı işlətmir. Amma həyat və sağlamlığı üçün təhlükəli deyilsə, bu məsəl üçün tək ola bilər siz hər hansısa bir dövlət orqanının kimyəvi zavodunda işləyirsiniz, sağlamlığınız üçün təhlükəlidir və yaxud 2000 metrdən yuxarı hündürlükdə işləyirsiniz və s. Yəni ölüm təhlükəsi var. Söhbət bundan gedir. Sağlamlığınız üçün belə deyək, təhlükədir. Bax belə. Və hakimiyyət səlahiyyətinin icra edilməsinə görə əlavə haqq verilir sizlərə. Uşaqlar, onu da deyim. Və bu əlavə haqq da eyni şəkildə o yuxarıda demişdik, kimlərə şamil olunmur? Məsəl üçün prezidentdir, vitse-prezidentdir. Burada prezidenti aid eləməyəcəyik, amma bu şamil olunur birinci vitse-prezidentə, vitse-prezidentlərə, baş nazirə, müavinlərə, yerli icra hakimiyyəti orqanı rəhbərlərinə isə bax bunlar şamil olunur. Eyni şəkildə mərkəzi icra hakimiyyəti orqanı rəhbərinə, müavinlərinə bu əlavə haqq, aylıq əlavə haqq şamil olunur. Yəni söhbət bundan gedir. Artıq əmsala baxdıq, yerli əmsala baxdıq. Və burada aylıq əlavə haqq, uşaqlar, dövlət qulluğuna qəbul edildiyiniz vaxtdan başlayaraq stajınıza görə aylıq əlavə haqq ödənilir. Sonra görək burada nələr qaldı? Maddə 21. Maddə 21-də burada nədir? Maddə 21 təminatdır. Hə, təminatlardan mən danışmadım axı uşaqlar. Hüquqlara dedim, vəzifəni dedim, məhdudiyyəti dedim, bir də təminatlar. Bayaqlarda dedim ki, uşaqlar, təminatı deyəndə sizə təminatla çox zaman hüquqları çaşdırırlar. Məsələn, sizin məzuniyyət hüququnuz var, amma təminatlarda qeyd olunur ki, haqqı ödənilən məzuniyyət. Çünki uşaqlar, baxın, məzuniyyətin bir çox növü var. Ödənişsiz məzuniyyət var, nə bilim, digər analıq məzuniyyəti var və s. Burada isə qeyd olunur, haqqı ödənilən məzuniyyətdən söhbət gedir. Məsəl üçün pensiya təminatı var, sonra burada pensiya təminatından dövlətin sosial sığortası var. Daha sonra xidməti nəqliyyat və müvafiq kompensasiya ala bilərsiniz. Yəni sizin belə deyək, vəzifə öhdəliklərinizi nəzərə alırlar da. Bizdə məsələn şöbə müdirlərinin də şəxsi, yəni xidməti nəqliyyatı var ki, o öz işini belə də icrasını həyata keçirmək üçün. Daha sonra nədən qeyd eləyə bilərik? Orada əlavə təhsil alma sizin hüququnuzdur, amma müvafiq istiqamət üzrə əlavə təhsil alma dedikdə, o isə olur təminat, məsəl üçün icbari tibbi sığortadır, lazımi qulluq şəraitidir. Orada qeyd olunur hüquqda dövlət məvacibi, təminatlarda isə qeyd olunur ki, dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi. Bax bu kimi məsələlər. Və yaxud baxın burada da var. Dövlət orqanı ləğv ediləndə, ştatlar ləğv olunanda işə düzəlmədə üstünlük daha çox sizə verilməlidir və s. Yəni söhbət burada bundan keçir. Və 21.3-də isə qeyd olunur ki, uşaqlar, öz razılığınızla aşağı vəzifəli işə keçə bilərsiniz və dövlət hakimiyyət orqanlarında və yaxud dövlət orqanı rəhbərliyində tərkib dəyişirsə, məsəl üçün nazir çıxır, başqası gəlir, bu o demək deyil ki, sizin dövlət qulluğunuza xitam verilməlidir. Qanunda bu xüsusilə öz əksini tapıb və bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd olunur ki, xarici ticarət nümayəndələridir və yaxud onların aparatının işçilərinə eyni şəkildə dövlət məvacibi, tibbi sığorta, yəni bu kimi məsələlər
Bunlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təminatlarla bağlı olan məsələlər eyni şəkildə onlara da şamil olunur. Yəni bu icbari tibbi sığorta, haqqa ödənilən məzuniyyət və s. Bax bununla da uşaqlar biz artıq 21-ci maddəni də bitirmiş olduq. 22-yə də baxdıq dövlət məvacibinə. Amma pensiya təminatında saxlayıram mən. Yəni kifayət qədər 50 dəqiqə də danışıram da belə deyim. Testlərini işləmək istəmirəm bu günləri. Niyə uşaqlar? İstəyirəm ki, elə gələn dərsdə də bəlkə də elə dərsi yekunlaşdırarıq. Çünki böyük bir hissəsini danışmışam artıq. Elə gələn dərs yəqin yekunlaşdırarıq. Bir məsələni diqqətinizə çatdıracağam. Dövlət qulluğunda 29-cu maddə var. Yəni bir çoxları çətinlik çəkir o maddəni oxuyub anlamaqda. Mən gələn dərs onun ətraflı şəkildə sizə izahını verəcəm. Orası öz yerində. Amma onunla bağlı da mənim xüsusi bir videom var YouTube kanalımda. Sırf 29-cu maddənin izahı. Onu da sizə atacağam. Və əlavə bu gün qeyd etdiklərim dövlət qulluğunun təminatları, hüquqları, onları necə məsəl üçün fərqləndirəcəksiniz, prinsipləri və s. Yəni bu kimi videoları da komplektləşdirib sizə atacağam. Siz də ona baxıb dərsinizə diqqətli çalışarsınız. Test mərhələsində isə indiyənə qədər belə deyim, o test mərhələsini isə özünüz Dövlət İmtahan Mərkəzinin test toplusundan işləyərsiniz. Dövlət qulluğu haqqında qanunu bitirəndən sonra uşaqlar bütün testlərə baxacağıq sizdən əlbəttə ki, yəni belə olmayacaq. Onsuz da təsnifatla kateqoriyalara baxmışıq. Qaldı ki, bu slaydın paylaşılması, bəli uşaqlar. Bunu da bu gün deyə bilmərəm, çünki biraz üzərində işləməliyəm. Amma sabahları sizlə hamısını paylaşaram bu slaydlarda, baxarsınız o slaydlara. Bax belə uşaqlar. Sualınız varsa verə bilərsiniz. Görürsünüz, bugün kifayət qədər dərs keçdik, belə deyim. İndi ola bilər hansı hissənsə deməmişəm, fikrimdən yayılıb. Onu isə mənə şərh hissəsində və yaxud yazarsınız, qrupda yazarsınız, gələn dərsdə ona baxarıq. Bax belə uşaqlar. Sualınız varsa buyurun, sual verin. Yoxdur, sual lap yaxşı uşaqlar. Var. Yox, sual yoxdur. Siz sağ olun. Siz sağ olun uşaqlar. Belə. Sağ olun. Gecəniz xeyrə mənim. Çox Belə sağ olun. qarşı Dərs gələn xeyirli dərsdə olsun. görüşənə qədər. Gələn dərsimiz ikinci gün olacaq inşallah. Hələlik.